Salam, mən Sanzadə Rəvan, 3-cü MDB oyunlarının qalibi. Biz bu yarışa inşallah çox yaxşı hazırlaşmışdıq. Allah həmd olsun ki, yarışımız yaxşı hazırlaşdığımız kimi də qələbəmiz də yaxşı oldu. Yarış çox yüksək səviyyədə keçirildi. Azarkeşlərin dəstəyi, tamaşaçıların dəstəyi insana çox motivasiya verirdi. Bunun üçün mən bizə dəstək olan hər kəsə öz təşəkkürümü bildirirəm. İnşallah məqsədimiz gələcəkki yarışlarda daha yaxşı hazırlaşıb daha yaxşı nəticələr əldə etməkdir. Görüşlər əksəriyyəti çox çətin keçdi. Çətin qrupam idi, rəqiblər çətin idi. Mən ikinci güləşimdə Özbəkistan idmançısına 5-0 geridə idim. Sonra gəldim 5-5 elədim, qalib gəldim. Üçüncü görüşüm isə Avropa çempionu idi, Rusiya idmançısı. Şükürlər onun da üzərində qələbə qazandım və ən axırıncı isə Belarus idmançısı idi. Bu görüşdə qələbə qazanmağım mənim üçün çox önəm kəsb edirdi. Şükürlər ki, nəticəmiz əla oldu, istədiyimiz kimi oldu. Salam aleyküm, mən Süleymanov İbrahim, Sumqayıt məktəbini təmsil edirəm. Bu günləri mən də 5 kiloqram çəki dərəcəsində mübarizə apardım, birinci medala layiq görüldüm. Öz şəxsi məşqçim Əhmədov Samit, Rövşən Hacıyev Nadir müəllimə dərin təşəkkürlərimi bildirirəm. Üstümdə əziyyət olan hər bir kəsə, valideynlərə dərin təşəkkürlərimi bildirirəm. Yığma komandanın baş məşqçisi Əsəxan Ovuzova dərin təşəkkürlərimi bildirirəm. İnşallah gələcəkdəki yarışlarda da hazırlaşıb birinci medalını qızla çəkəcəm inşallah.